Bir dəfə mən Şəfaət İmranova dedim mən. Dedim ki, düz deyirsən. Bizim işgəncə verdiyim mənim oğlum da vətən xainidir. Amma sən hansı vətənin vətəndaşısan, ona xaindir. Biz Azərbaycan dövlətinin vətəndaşıyıq və Azərbaycan xalqına dövlətdən xidmət edirik. Bunlar bizə xidmət edin, xalqa xidmət edinməyiblər ki, göz qabağındadır. Bunlar birbaşa xalq düşməni olduqları bütün artıq dünya bilir. Qaldı da ki, sən qəhrəmanlığı deyirsən. Mən nətər ki, oğlumun şəhidliyini deyirəm, Allah yanında şəhiddir, bütün xalq mənim balamı şəhid kimi tanıyır. Sənin də, incə burada bir xan adlı qardaşımız yazdı deyəsən, xalq o qəhrəman adı sizə xalq veribdir. Sən neyinirsən o mındar, o qatil sürüsündən o qəhrəmanlığı adı almaq? Gələcəkdə də milli bir hakimiyyət qurulanda Müşfiqinki də, səninkin də, Ruslankin də, Vaqifinki də və digərlərində burada işgəncələnan və orada öldürülmüş oğlanlarınızda hər birinə qəhrəman adı veriləcək. Siz bu qatil sürüsündən heç bir şey ummayın. Adam irgənir onlardan. Baxın, məhkəmə qurublar, təsəvvür elə ki, adı hakimdir də, ilahi, insan hakim gözləyirsən ki, o hakimin iki dodaq arasında hansı kəlmə çıxacaq, hansı qərarı verəcək. Amma bu hakimlər, müəllimlər, biz o vaxtı və müəllimləri o cür sayırıq. Amma müəllimlər də ucuzlaşdırdılar, hakimlər də ucuzlaşdırdılar. Ümumiyyətlə, hansı bir milli mentalitet bir şey qaldı ki, nə ana sayəsi, bizim bilirsinizmi, xalqın bunu demək istəmirəm, amma məcburam deyəm onu. Azərbaycan xalqının qız gəlinin məhv elədilər, əqidəsin, əxlaqını pozdular. Amma indi görün nə deyir, bizim burada hərbçilərimiz görün nəyin davasını aparır. Ey millət, siz bunu eşitin, bu nə deməkdir? Deyir ki, mənim balamı da aparıb, üzr istəyirəm hər birinizdən bizə vurduqları o pis adı bizim balalarımızın adına qoyacaqlar, üstünə qoyacaqlar. Oğlanlarımızın qeyrətindən danışdırır, burada söyləyir. Qızlarımızı, qız gəlin olsa əxlaqlarını bunlar pozublar. Mən onlarla oğlan tanıyıram ki, 30-40 yaş arası qız tapıb evlənə bilmirlər. Düzənməli tapıb evlənə bilmirlər. Bütün hamısının əxlaqını pozdunuz. Məhv elədiniz Azərbaycan xalqının yenə fondunu, milli mentalitetini. Məhv elədiniz. İndi gör nəyə qalıb? Gör adam xəcələt çəkirik. Bunun nə demək olduğunu hamı dərk eləyəsə olsa var. Bu xalqı deyir, əvvəl Zeynalı deyir, Allah sənin qapını açsın. Heyf səndən elə bir insan ki, Azərbaycan xalqı nətər dedi, onun dediyi kimi mən deyə bilməyəcəm. Qurban bəy yaxşı olardı ki, qoşulsun, o da çey qoşuldu, dedi ki, indi baxın, bunlar Azərbaycan xalq kişilərinin qeyrətindən danışır. Söhbət, sən kişini aparıb belə eləmirsən. İndi nədən biz narahatıq bugün burada gələcək, nəvə nəticələrimizin Elnur öz balalarından müşrik gələcək, incə müşrik dedi onu. Ki, aparıb qeyrətinə sataşmayın. Kişilərdən danışırıq, Azərbaycan xalqının qadınları olsa məhv olub gedibdir. Məhv eləmişsiniz, tək qalıb, parmaqla saymaq qalıbdır. Yoxdur. İndi kişilərin gələcək oğlanlarımızın, balalarımızın qeyrətinə, kişilərin qeyrətinə sataşmaqdan danışırıq. Millət hələ başa düşmür. Əvəz bəy deyirdi, nə yedirdirlər bu millətə, onu deyirdi. Nə yedirdirlər, hamı yatır. Biz yatırıq, hamı yatırıq. Bu xalq yatırıq, bunun nə demək olduğunu heç kəs anlamaq istəmir. Söz kimi qalıb, bu dənə qulaq qübrətə çıxardılar ki, bu nə demək daha millət? Həyəcan siqnalı çalınır, çoxdan çalınıb Azərbaycanda. Bax, bu oğlanlar bizim hamımız burada nəyə durmuşuq ki? Cəhənnəm qızların qapaz verib və bəlkə də əlimizdə saxlaya bilirik. Hərbiyə verəcəyimiz oğlan bağlarımızdan gedir, söhbət. Bunun nə demək olduğunu bir anlayın, başa düşün, dərk eləyin. Əvəz bəyin söz olmasın. Nə yedizdirirlər bu xalqa? Bu xalqa nə yedizdir, yatızdırır ki, ey millət, səzi, oğul balalarımızın qeyrətindən gedir söhbət. Ayılın, ayılın, ayılın. Oğlanlarınızın aparıb təcavüz olmasından söhbət gedir. Tutuqyu otuzdurmağından söhbət gedir. Özlərini zorlayıb arvad əvəz işlətməyinə söhbət gedir. Ey millət, ayılın, siz. Ayılın, ayılın, ayılın siz. Yatmışlar, oyanın. Onsuz da bizə olunan olunubdur. Ay yatmışlar, sizə də sizin balalığınız da olacaq. Allah əvəz bəyin qapısını açsın. Nə yedizdirirlər bunlar, sizi yatızdırırlar. Hani Azərbaycan xalqın qeyrəti, namusu. Oğul balalarımızın, oğul körpə balalarımızın qeyrətindən gedir söhbət. Bu oğlanlar ona görə buradadır. Ona görə həyəcan siqnal çalır. Onsuz da özlərinə etdiklərinizi etmişsiniz. Onsuz da onlar yaşadığını nə qızla belə tükəsi olsanız xeyri yoxdur. Onsuz da vermirsiniz, eysanınıza qismət olsun sizin. Olsun eysanınıza, ən əzizlərinizin eysanına qismət olsun. O qazandığınız özünüzə qismət olmayacaq. Onu mən tam əminliklə deyirəm.
Lənətə gəlsin bunlar. Bunlar mən de Elnur istəyirsən olsun, istəyir digər olan. Məsəl üçün Nemət öz qeyrətinə görə, öz hünərinə görə o peçatı vurub Azərbaycanın qəhrəman oğlu peçatı vurub kürəyin arasına. Sana da bu xalq verir o qəhrəman adı. Veribdir. Bu it mundarlarına neyinirsiniz o adı? Bu it mundarlarına. O milli hakimiyyət qurulsun, o xalq gəlsin, ayılsın, əvəz bəy söz olmasa, o çörək bir içinə nə qatla onu dəyişdirəsə olsaydı, bu xalq aylardı, bu həyəcan siqnalını çalardı bu xalq. Sizi Azərbaycan xalqı qəhrəman oğullar kimi tanıyır. Və Azərbaycanın gələcəyin dəyişən sizsiniz. Heç vaxt bunu unutmayın. Siz heç bir şeydən qorxmayaraq o vəziyyətə qaldı. Sizi bizi o vəziyyətə çatdırdılar ki, çıxdıq buradan. Deyildi ki, ey Azərbaycan xalqı, bizim başımıza bu müsibəti açıblar. Bilirsiniz Səfaid İmranov nə dedi? Dedi ki, biz bu işi çox görmüşdük, açılmamışdı. Nətər oldu bu tərtər işi açıldı? Bilirsiniz niyə açıldı? Sizin qəhrəmanlığınızın hesabına açıldı. Elnur sizin hesabınıza, Müşük sizi Ruslarların hesabına, Vaqiflərin hesabına, sizlərin hesabına Azərbaycan xalqının gələcəyin dəyişən ola bilər bizi tək-tək götürmək eləyər. Amma artıq biz sözümüz demişik, peçatı da almışsınız. Siz Azərbaycan xalqının qəhrəman oğullarısınız.